Azərbaycan musiqi tarixinin gənc dahisi Asəf Zeynallı, zəngin musiqi mədəniyyətimizdə silinməz iz qoyan görkəmli bəstəkarın yaradıcılığının əks olunduğu Asəf Zeynallı seçilmiş əsərlər kitabının təqdimatı olub. Bəzən bir insanın ömrü çox qısa olur, amma elə yaradıcılıqlar var ki, illər keçsə də sədası xalqın yaddaşında, qəlbində əbədi yaşayır. Dahi bəstəkar Asəf Zeynallı da məhz belə musiqiçilərdəndir. Onun yaratdığı əsərlər bugün də yaşayır, yeni nəsillərə ilham verir və milli musiqi yaddaşımızın ayrılmaz hissəsi kimi dəyərini qoruyur. Bu ölməz irsin təbliği və gələcək nəsillərə çatdırılması məqsədi ilə Milli Konservatoriya nəzdində Musiqi Kollecində Asəf Zeynallı seçilmiş əsərlər kitabının təqdimatı keçirilib. Bu kitabda bəstəkarın yaşadığı dövr ərzində yazdığı bütün əsərlər öz əksini tapmışdır. Eyni zamanda burada yəni onun indiyənə kimi çap olunmamış əsərləri də öz əksini tapmışdır. Və ümidvarıq ki, Respublikada fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində, eyni zamanda digər mədəniyyət müəssisələrində təhsil alan şagird və tələbələrə bu kitab böyük bir töhfə olacaq və onların gələcək yaradıcılığında yəni müəyyən bir rolu olacaqdır. Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin materialları əsasında ərsəyə gətirilən kitabda bəstəkarın işləməsində xalq mahnı və rəqslərimizin not yazıları ilə bərabər müəllifin violin və fortepiano üçün şərq piyesi, violonçel və fortepiano üçün Layla Beşiyim Layla əsəri ilk dəfə təqdim olunur. Təxminən bir il ərzində ərsəyə gələn kitabın tərtibatı zamanı əlyazmaların oxunuşunda mütəxəssislərlə ciddi iş aparılıb və nəticədə musiqi ictimaiyyəti üçün olduqca dəyərli bir nəşr ərsəyə gəlib. Asəf Zeynallı bildiğiniz kimi 23 il cəmi yaşayıb. Ancaq biz ona 23 ildə nələr yaradıb, roman janrının banisi, simfonizmin banisi və bugünkü konsertdə tələbələrimiz, müəllimlərimiz onun əsərlərini ifa edəcəklər. Və mən minnətdarımı bildirirəm Mədəniyyət Nazirliyində ki, belə elmi metodika mərkəzi, belə bir kitab ərsəyə gətiriblər. Bu bizim üçün böyük, kollecin tələbələri, müəllimləri üçün böyük bir hədiyyədir, bizə də bağışlayırlar bu kitabda. Asəf Zeynallı mənim babamın kiçik qardaşı idi və mən çox xoşbəxtəm ki, bugün belə bir kitabı mənə təqdim elədilər. O doğrudan da çox yazmışdı, gecə gündüz yazırdı, elə bir ki, hiss eləyirdi ki, belə olacaq. Azərnəşrdə işıq üzü görən kitabın layihə rəhbəri sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, tərtibçiləri əməkdar artist Nemət Mürsəlov və aparıcı metodist Lalə Xəlillidir. Kitabın təqdimat mərasimi Asəf Zeynallının əsərlərindən ibarət musiqi proqramı ilə davam etdi. Gülarə Quliyeva, Novruz Kazımov, Sevgi Əlizadə, Səbinə Bayramova, Mədəniyyət xəbərləri.